Ben dedim, ben hazıram, bütün ibadətimi verim ömrümün, sənin o bir şükürvə. Da bir zabiti ziyarət elədim. Mina təmizləyirlərmiş Ağdam tərəfdə. Sosial şəbəkədə də var idi o görüşümüz. Mənə çox təsir elədi. Yəni bu insan öz işinin peşəkarıdır. Əslində heç özü birbaşa məşğul olmaya da bilərdi. Özü o işə rəhbərlik edən adamdır, amma ürəyi yanıb özü minalardan təmizləyəndə yeri özü danışırdı necə olub. Deməli minanı tapıb aşkar eləyib, oturub ki onu təmizləsin, onu çıxartsın, zərərsizləşdirsin. Oturanda adam əlini yerə qoymaz. Əlini yerə qoyanda sən demə başqa bir minaymış. Əlini qoyduğu yerdə o partlayıb, gördüyü mina yox o birisi. Partlayıb və qolu kəsilib, gözünü də itirib də ki gözünü də itirib. Mənə aparmışdılar ki ona muayizə eləyən, gördüm o mənə muayizə eləyir. O elə danışdı ki mən xəcalət çəkdim valla. O dedi mən Allaha şükür edirəm. Yəni yaxında ailə quracaqdı, gənc cavan oğlan, çox elə işinin də peşəkarı olan, işində uğur qazanmış bir adam. İndi qolu da yoxdur, gözlərini də itirib, deyir nə yaxşı ki qulaqlarım var, eşidirəm. Elə şeylər danışırdı ki o şükürün de oradan da yeriydi. Orada əsl şükür budur. Belə oturub indi şükür eləməyə nə var? Mən dedim, mən hazıram, bütün ibadətimi verim ömrümün, sənin o bir şükürvə. Həqiqətən də, nə bilim, insan hərdən heyrətlənir ki, belə adamlar hardan yaranır, hardan çıxır, necə olur bizim ətrafımızda var, biz bunları görmürük. İndi danışmaq asandır, o insanın ən çətin anıdır. O anda belə bir soyuqqanlı şəkildə danışırdı. Ailəsi də yanındaydı ki, mən Allaha həmd edirəm, çox-çox şükür edirəm və çox razıyam halımdan. Hətta bizi gördü, ağladı da, gördü, deyəndə heç görməmişdi bizi. Elə də görə də bilmirdi, elə səsimizi eşitdi, gözündən yaş gəldi. Mən çox təsirləndim, yəni mən ona nə danışım gedim, o mənə danışdı. Mənə Allah dərs vermək üçün ora aparmışdı ki, məsələn, yəni mənə dərs vermək üçün. Mən həqiqətən də heyrətləndim o insanın halından. Özü də inanclı insandır, Allaha bağlı insandır. Mən bunu elə ona misal çəkirəm ki, kiçik bir ehtiyatsızlıq görürsən ki, belə bir faciəyə səbəb olur. Adam həyatda belə yaşayamağı özünə təlqin eləyə bilsə, özünə nəzarəti belə gücləndirə bilsə, bu ruhiyyədə olsa, onda yavaş-yavaş görərsən ki, səhv eləmir. Xoşbəxtlik, bədbəxtlik, bunlar fərqli yaşlardır. O qədər cismi sağlam adam var ki, bədbəxtdir, o qədər cismi nöqsanlı olan insan var ki, xoşbəxtdir. Allahın nəsə bir təqdiri var, Allah sevdiyindən, sevdiklərindən başqa cürdən Allah sizə kömək olsun. Hər halda Allaha da möcüzəyə dönüldümsə inşallah. O inşallah qismət olar müalicədən sonra bir ziyarətə də gedərik. Orada da Allah o qədər o müqəddəs məkanlarda möcüzələr edib ki, ondan ümidsiz deyil. Allah sizi qorusun, Allah sizə şəfa versin, Allah sizə kömək olsun. Çox şad olsun sizi. Allah razı olsun. Allah sizi salamat eləsin. Böyük məqamdır. Ne oldu təsəvvür edebilirim ki, sözünüzü okudum. Estağfurullah, mənim üçün şərəfdir siz. Həqiqətən mənim üçün çox böyük məqam deyil. Allah'ın birine çok şükür. Reanimasyon olan İstanbul'da ilk gün reanimasyon ağır oldu. Sonra power ediyoruz. Geldim anım değil ki çok korkuyordum ki ben o söylüyordum ki ben görmüyorum böyle. Ama anı geldi dayanmadı hatta dedi ki geldi ilk defa sen günde dedi ki çok şükür Allah'ın bugününe. Allah sağlık inşallah sağlık dedi. Ama diyor söz beni rahatlattı ki o korktuğum sözü demedim de. Yani artık her şeyi dərk eləmiş. Dayan olsa dedi ki hem təəccübləndim hem de biraz deyir olsa dedim ki bu kadar da dözüm yani. Allah'a şükür edesin. Esnə qaldı. Gittim hem de söylüyorum ama. Hərbində belə bir termin var, hakim yüksəklik. Ki hansı ki sən buradan hər şeyi görürsən və nəzarəti sağlayırsan.
Bəzən heç də orada adam hər şeyi görmür. Adam dibə düşəndə görür hər şeyi. Mən inanmazdım ki, eşitdiyinə görə bu qədər Allaha şükür edir, gecə gündüz. Yəni, eləmiş ya Allaha şükür. Məsələn, yemək yemişik, şükür, əlhamdülillah. Mən bir yerə çatmışlar, çox şükür. Amma eşitdiyinə görə, kulağım eşitdiyinə görə, mən bu vaxta qədər Allaha şükür eləməmişdim. Ona indi şükür edirəm ki, çox gözəl nemətdir. O qəzadan qulaqlarının sağ çıxması, partlamaması Allahın möcüzəsidir. Allah onu mənə saxladı. Həmd olsun, şükür olsun. Bir söz və bir səs insanı ayaq üstə saxlayır. Ən azından mənə onu bağışladı. Yəni, düşünürəm ki, o olmasaydı, bilmirəm halımız olacaq, amma bu görürsün. Rəhm əsasınız ağlını saxladı. Mən reanimasiyada olanda yaxınlarım deyir, arzucukdan deyir, ən çox ondan qorxum ki, deyir, sağ qalmaq əlbəttə, anam deyir ki, sənin bir nəfəsin nəfəsidir. Amma deyir, ən çox qorxurduq ki, fərqli bir şuuru itirəcək, görüntü olar, amma daxilin olmaz. Allah çox şükür, əqdimi saxladı. Heç olmasa, bax, həqiqətən deyirəm, o tibə düşündü insanlardan hər şeyi.